Təxminən 10 gün bundan qabaq Amerikanın Colossal Biosciences biotexnologiya şirkəti bəyan elədi ki, 13 min il qabaq nəsli kəsilmiş dire wolf adlı canavar növünü həyata qaytarıb. Bu niyə belə hay-küy doğrudur? Çünki siz əgər taxt oyunları Game of Thrones serialına baxmısınızsa, orada həmin o canavar növünü görmüsünüz. Serialın birinci mövsümündə, lap əvvəldə Ned Stark anası ölmüş balaca dire wolfları tapır və hər övladına onlardan birini bağışlayır. Dire wolf nə deməkdir? Bu İngilis dilində dire sözünü qorxulu, dəhşətli, məşum mənasını verir. Ruslar bunu öz dillərinə Lütavolt kimi tərcümə ediblər. Mən hələ ki dəhqurt deyəcəm. Dire wolf, yəni dəhşətli, qorxulu qurd, dire wolf, dəhqurt deyəcəm hələlik. Mübahisə eləmək olar, daha yaxşı variant olsa mən onu işlətməyə hazıram. Nəsə, sözüm bunda deyil. Colossal Biosciences bəyan edir ki, 13 min il əvvəl nəsli kəsilmiş qurd növünü həyata qaytarıb. Və maraqlısı odur ki, niyə bu qədər bu belə dünyada hay-küy doğrudur? George Martin, həmin o serialın əsaslandığı kitabın Buzla Odun nəğməsi əsərinin müəllifi qurdu qucağına götürdü. Birinin adı Romuldu, birinin adı Remdi, şəkil çəkdirdi, paylaşdı və dünyada böyük bir ajitaj yarandı. Amma sonradan məlum oldu ki, bu şirkətin sərmayədarlarından biri elə George Martinin özüdür. Başqa bir sərmayədar, tanınmış rejissor Peter Jackson'dır. Üzüklər hökmdarı və Hobbit filmlərinin, burada əlavə eləmək olar, King Kong əlavə eləmək olar, Sevimli Sümüklər. Ən yaxşısı elə əslində sonuncu filmdir. Bu filmlərin müəllifi Peter Jackson'dır və Colossal Biosciences şirkətinin sərmayə həcmi qısa müddətdə 10 milyard dolları keçib. İlk baxışdan baxanda lap yaxşı, təki pul elmə qoyulsun. Belə genetikanın inkişafında pis nə var ki, soruşmaq olar. Amma ortaya bəzi çox ciddi suallar çıxır. Həm etik, həm hüquqi, həm də elə elmi baxımlardan. Məsələ ondadır ki, Colossal Biosciences əslində 13 min nəsli kəsilmiş dəhqurt növünü diriltməyib. Nə edib? Götürüb adi, məlum boz canavarı, onun genetikasını dəyişib. 14 genində 20 redaktə həyata keçirdib və boz canavarın tükünün rəngi, kəlləsinin forması, boyunun, bədəninin ölçüləri dəyişdirilib. Alınan məxluqu elan ediblər ki, bu həmin o dəhqurtdur, 13 min il əvvəl nəsli kəsilmiş canavar növüdür. Sual çıxır, bu doğrudurmu? Yəni, istənilən bir canlı növünü götürüb, genlərini bir qədər redaktə eləyərək, yeni bir məxluqa, məhz məxluqa çevirmək olar. Amma bunu eləməliyikmi, edilməlidirmi? Yoxsa hər halda bu cür eksperimentlər qadağan olunmalıdır. Mənə elə gəlir ki, bu hazırki bu ajitaj sualı aktuallaşdıracaq və dünyada bu istiqamətdə müzakirələr başlayacaq. Sizin fikriniz necədir?